HTML dərslərinin ilk videosunda sizi xoş gördük. Bu dərslə biz artıq proqramlaşdırmanın əsasları haqqında öyrənməyə başlayırıq. Dərsin əsas mövzusuna keçməmişdən əvvəl bu kanalda olan videoların, mövzuların necə təsdiqatlaşdırılması haqqında sizə qısa məlumat verim. Kurslar adətən başlanğıc, orta, irəli, ekspert səviyyəsi olaraq kateqoriyalaşdırır. Lakin mən proqramlaşdırma öyrənən zaman, öyrəndikdən sonra bu yanaşmanın doğru olmadığını müşahidə etdim. Bu yanaşma yerinə digər başqa bir yanaşmanı, indi mənim təklif edəcəyim yanaşma ilə məsələyə baxsaydım, biraz daha məhsuldar ola bilərdim. Bunu müşahidə etdim. Gəlin bu yanaşmanın nə olduğunu sizə deyim. Mən kurslara başlanğıc, orta, irəli səviyyə kimi baxmaq yerinə birinci səviyyə, ikinci səviyyə, üçüncü səviyyə və digər bu formada rəqəmlərlə təsdiqatlaşdırmanı daha doğru hesab edirəm. Nəyə görə? Çünki hal-hazırda texnologiya sahəsində olan bu sahələr elə geniş və elə dərindir ki, bunların ekspert səviyyəsinin harası olduğu, orta səviyyənin harası olduğu bilmək olmur. Ona görə mənim yanaşmam bunların rəqəmlə kateqoriyalaşdırılmasıdır. Bu rəqəmlə kateqoriyalaşdırma üsulu isə bizə başqa bir üstünlük də verəcək. Misal üçün, mən vaxtilə HTML-i öyrəndikdə ağlıma belə bir şey gəldi. Mən HTML-i çox yaxşı öyrənməliyəm. Madəm ki, HTML asan mövzudur, mən HTML-i irəli səviyyə öyrənməliyəm. Bir növ bayaqlar dediyimiz ekspert səviyyəni öyrənməliyəm və ya bizim yanaşma ilə HTML1, HTML2, HTML3 olaraq irəliləməliyəm. Ondan sonra CSS-ə keçməliyəm. Lakin bu doğru yanaşma deyil. Bunun yerinə mən digər yanaşmanı daha məhsuldar hesab edirəm. Bu nədir? HTML1 haqqında biz öyrəndikdən sonra, yəni HTML1-də biz daha çox HTML-lə tanış olacağıq, sadə formada kodlar yaza biləcəyik və HTML-in niyə mövcud olduğunu başa düşəcəyik. Daha sonra CSS 1-ə keçilməli olduğunu, yəni HTML-in heç də mükəmməl öyrənilməyinə ehtiyac olmadığını düşünürəm və biz də bu formada yanaşacağıq. CSS 1-ə keçəcəyik. CSS-də də yenə eyni formada tanış olub müəyyən şeylər öyrənəcəyik. Daha sonra JavaScript 1-ə keçəcəyik. Və biz həm CSS 1-ə keçib, həm JavaScript 1-ə keçdiyimizdə HTML 1-də öyrəndiyimiz mövzuları təkrarlamış olacaq. Eyni zamanda JavaScript 1-ə keçdikdə həm CSS 1-də olan, həm HTML 1-də olan mövzuları təkrarlamış olacaq. Və biz bu yanaşma ilə HTML 2 mövzusuna başladıqda artıq HTML 1-də öyrəndiklərimiz daha möhkəmlənmiş olacaq. Nəticə olaraq biz HTML 2-də bəlkə də çətin olan bəzi mövzuları da HTML 1-i daha yaxşı artıq qavradığımıza görə HTML 2-dəki o çətin mövzuları da daha yaxşı başa düşə biləcəyik. Və bu bütün bundan sonra öyrənəcəyimiz şeylərə aid edilə bilər və bu yanaşmanı ona görə mən biraz daha faydalı hesab edirəm. Lakin bu o demək deyil ki, biz daima HTML 2, CSS 2, JavaScript 2, sonra yenidən HTML 3 kimi davam edəcəyik. Xeyr. Bunun yerinə biz bəzən CSS 3-dən sonra JavaScript 3-ə və daha sonra yenidən CSS-ə davam etmək yerinə yenidən JavaScript 4-ə davam edə bilərik. İndi isə ikinci alt başlığımız olan veb səhifə nümunəsi ilə tanış olaq. Burada gördüyünüz kimi bir ekran şəkli var. Bu ekran şəklini mən Reddit saytından götürmüşəm. Reddit bir növ blog, forum saytıdır. İnsanlar orada suallar yazırlar və daha sonra buna müəyyən cavablar gəlir. Gəlin bu şəklə nəzər yetirək və burada olan HTML elementləri haqqında danışaq. Şəklin yuxarısından başlasaq, yuxarısında gördüyünüz kimi şəkil var, sağ tərəfdə düymə var. Bundan əlavə ortada bir mətn daxil etmək üçün sahə var və həm tam sağda, həm tam solda bir başqa iki ikon var. Bu ikonlar da əslində bir növ düymədir. Bundan əlavə şəklin əsas hissəsini bir şəkil əhatə eləyib. Şəklin üstündə isə müəyyən yazılar var və ya link deyə biləcəyimiz yazılar var. Şəklin altında isə yenə bir link və bir neçə düymə var. Linklərlə düyməni tam olaraq müəyyən etmək çətindir, lakin kodu yazan zaman developerlar olaraq o qərarı biz veririk və zamanla bu təcrübə sizdə də formalaşacaq və harda link, harda düymə istifadə etməli olduğunuzu özünüz qərar verə biləcəksiniz. Burada eyni zamanda mən bu yuxarıda danışdığımız şeylərin digər adlarını da yazmışam. İngilis dilində və ya HTML dilində bunlar hansı elementlərdir, onları yazmışam. Misal üçün şəkil image elementi vasitəsilə, düymə dediyim şey ingilis dilindəki button və ya HTML-dəki button elementi vasitəsilə qeyd olunur. Eyni zamanda başlıq, header və HTML-də bu H1-dan H6-ya qədər qeyd olunur. Mətn daxil etmə sahəsi input, linklər isə link adlanır. Bunun HTML-dəki qarşılığı isə alt tag-idir. Biraz sonra daha ətraflı bunların hamısı ilə tanış olacağıq. Keçək üçüncü alt başlığımız olan HTML səhifəsi nümunəsinə. Burada gördüyünüz kimi sol tərəfdə mən bir HTML kodu qeyd etmişəm. Sağ tərəfdə isə bu HTML kodu brauzerdə necə görsənəcək onu müşahidə edə bilərsiniz. Gördüyünüz kimi burada yazılan kodlar, burada əslində hal-hazırda çox kod var. Bu tam bir HTML səhifəsidir. Lakin bu səhifənin siz sadəcə başlıqlar yazılan hissədən bu aşağıdakı A yazılan hissəyə qədər müşahidə edə bilərsiniz. Yuxarıdakı və aşağıda olan bu əlavə kodlara bir növ nəzər yetirməyə bilərsiniz. Mən bunu sizə daha yaxşı göstərmək üçün biraz daha yaxınlaşacağam. Gəlin indi bu səhifəyə nəzər yetirək və yazdığımız yazılar necə əks olunub bundan tanış olaq. Burada gördüyünüz bu kod brauzerdə sağ tərəfdəki
şəkildəki kimi görsənir. Bu kodlar hamısı bir-birinə bənzəyir. Tək fərqləri isə onların adlarında rəqəmlər var. 1, 2, 3, 4, 5, 6 olaraq rəqəmlər var. Rəqəm böyüdükcə brauzerdə tutduğu yer daha da kiçilir. Başqa sözlə ölçüsü daha da kiçilir. Eyni zamanda şəkil nümunəsi ilə tanış ola bilərsiniz. Gördüyünüz kimi burada bir şəkil kodu var və bu kod brauzerdə bu formada əks olunub. Bundan əlavə aşağıda mətn daxil etmə sahəsi var. Bundan əlavə düymə var. Hansı ki düymə də burada məni klikli olaraq görsənir və eyni zamanda başlıq və link də var. Keçək dərsimizin 3-cü başlığına. HTML elementi nədir? HTML elementi veb səhifənin müəyyən məzmunu və ya strukturunu təmsil edən bir blokdur. HTML elementinin əsas quruluşu. HTML elementi yuxarıda da gördüyünüz kimi, biraz əvvəl də tanış olduğumuz kimi adətən bu formada olur. Bir element adı və ya etiket adı olur. Hansı ki burada bu tag yazılan sözün yerində olur. Lakin tag adında bir HTML elementi yoxdur. Burada sadəcə göstərmək üçün bunu bu formada qeyd etmişəm. Yəni bu bir etiketdir. Adətən burada başqa, yuxarıda gördüyümüz kimi H1 yazıla bilər və ya P yazıla bilər. Biraz sonra bunların haqqında daha ətraflı öyrənəcəyik. Bu sadəcə bir HTML elementi nümunəsidir. HTML elementi bu formada gördüyünüz kimi kiçik mötərizə, böyük mötərizələr olaraq əvvəlcə kiçik mötərizə, sonra HTML elementinin adı, sonra böyük mötərizə olur. Daha sonra HTML-in məzmununu yazırıq. Yəni orada nə yazmaq istəyiriksə, bir növ bu elementi bizim yazmaqdakı əsas məqsədimiz nə idisə, onu burada qeyd edirik. Daha sonra isə yenə kiçik mötərizə, belə bir simvol, daha sonra elementin yenidən adı və böyük mötərizə olaraq qeyd edirik. Bununla da biz bir HTML kodunu, başqa sözlə HTML elementini tam yazmış olduq. Gəlin aşağıda daha ətraflı bununla tanış olaq. Bu isə açılış etiketi adlanır. Yəni istənilən elementin və ya əksər elementin əvvəlcə açılış etiketi olur. Daha sonra məzmun olur. Məzmun açılış və bağlanış etiketi arasındakı olan sahədir. Gəlin bağlanış etiketi ilə tanış olaq. Bağlanış etiketi isə etiketin sonunda gəlir və açılış etiketindən adətən bir slash simvolu ilə fərqlənir. Bununla da siz HTML elementinin quruluşu ilə tanış oldunuz. Əksər HTML elementlərinin quruluşu bu formada olur. Aşağıda başqa bir kod nümunəsi var. Bu kod nümunəsinə baxsaq, məzmun yuxarıdakından fərqlidir. Bunu xüsusi olaraq bura qeyd etmişəm ki, məzmunu təkcə yazı kimi düşünməyəsiniz. Məzmun eyni zamanda başqa HTML elementlərini də öz içərisində saxlaya bilər. Yəni burada misal üçün yenə bir açılış etiketi var. Daha sonra başqa bir açılış etiketi var. Bu açılış etiketi əslində başqa bir elementin açılış etiketidir. Daha sonra həmin elementin bağlanış etiketi var. Daha sonra isə ən əvvəldə açdığımız olan etiketin bağlanış etiketi var. Daha bir real element nümunəsi ilə tanış olaq. Misal üçün burada bir paragraf elementi var. Yenə yuxarıda dediyimiz kimi açılış etiketi. Açılış etiketi elementin adı ilə qeyd olunub. Eyni zamanda burada bir bağlanış etiketi və etiketin məzmunu qeyd olunub. Məzmun da bu bir paragrafdır. Davam eləyək. Burada da yenə yazmışam açılış etiketi, məzmun və paragraf olaraq qeyd etmişəm. Bunlar birlikdə HTML elementini təşkil edir. Yəni açılış etiketi, bağlanış etiketi və məzmun birlikdə HTML elementini təşkil edir. Buradakı nümunədə də yenə bu bütöv HTML etiketidir. Sadəcə bunun məzmunu fərqlidir. Bunun məzmunu özündə HTML etiketi saxlayan məzmundur. Öz-özünə bağlanan elementlər. Bunlar ingiliscəsində self-closing elementlər adlanır. Bəzi HTML elementlərinin məzmunu yoxdur. Bağlanış təqinə ehtiyac duymur. Bunlara öz-özünə bağlanan elementlər deyilir. Nümunə, misal üçün, şəkil etiketi ingiliscəsində image olaraq və ya HTML-də image olaraq qeyd olunur. Bu etiket öz-özünə bağlanan etiketdir. Yəni bir növ burada bu formada bir şey yazmamıza ehtiyac yoxdur. Hər hansı bir bağlanış etiketi olmadan öz-özünü bağlaya bilir. Burada başqa bir neçə öz-özünə bağlanan elementlər də nümunə olaraq göstərilir. Bu elementlər yalnız açılış təqi formasındadır və bağlanış təqinə ehtiyacı yoxdur. Bəli, bunu artıq qeyd etdik. Davam edək. Atribut nədir? Atribut HTML elementlərinə əlavə məlumat verir. Açılış təqinin içərisində yazılırlar və ad dəyər formatında olurlar. Gəlin bu ad dəyər formatı nə deməkdir? Bundan danışaq. Ümumiyyətlə, proqramlaşdırmada key value adında bir konsept var. Bir maşın nəzərdə tutun. Maşın haqqında məlumatları qeyd edərkən, məsələn, ünsiyyət dilində biz bir-birimizə desək ki, maşın haqqında məlumatları qeyd et, key value formatında qeyd elə. Siz təxminən bu formada qeyd etməlisiniz. Rəngi qara, təkər sayı 4, motor həcmi 2000 kub və sair formatında maşın haqqında olan bütün məlumatları belə qeyd etmək olar. Başqa məsələmizə qeyd etmək olar. Demək olar ki, burada bir qara rəngli maşın var. Bu maşının motorunun həcmi 2000 kubdur və s. Bu formada qeydlər etmək olar. Lakin proqramlaşdırmada adətən məlumatlar key və value olaraq saxlanılır. Yəni açar söz və dəyər olaraq və ya ad və dəyər olaraq saxlanılır. Və bu təkcə maşına aid deyil.
Hər şey haqqında məlumatı bu formada deyə bilərsiniz. Misal üçün, notebook haqqında gəlin bir məlumat deyək. RAM 8 GB və ya rəngi boz rəng. Bu formada biz istənilən əşya haqqında məlumat verə bilərik. Və bir daha qeyd edirəm, proqramlaşdırmada çox yayğın konseptdir. Təkcə HTML-də yox, başqa proqramlaşdırma sahəsində istifadə olunan dillərdə də bu konseptlə tanış olacaq. Burada bir atribut üçün nümunə qeyd olunub. Burada gördüyünüz A təqi qeyd olunub. Yenidən bu təqə fikir versək, gördüyünüz kimi buradan bura qədər olan hissə açılış etiketidir. Bu hissə isə bağlanış etiketidir. Ortada yenə məzmunu var və burada açılış etiketi hissəsində başqa əlavə qeyd də olunub. Bu qeyddə bir atribut adı qeyd olunub. Dediyimiz kimi key value olaraq atribut adı qeyd olunub və onun dəyəri qeyd olunub. Burada bir başqa şey də diqqətinizdə olmalıdır. Bu sintaksis önəmlidir. Yəni bir növ burada məsələn üçün bərabərdir olmasa, bu artıq doğru kod hesab olunmayacaq və gördüyünüz kimi bizim burada istifadə etdiyimiz bir növ kod editorda bizə artıq burada bir səhvliyin olduğu göstərdi. Çünki normalda başqa rənglə idi. Biz bu bərabərdir işarəsini silər-silməz o rəng itdi. Burada yenidən bu element haqqında ətraflı yazmışam. Atributun haqqında və s. Bundan başqa da atributlar var və bu atributların hər biri başqa-başqa elementlərlə istifadə olunur. Misal üçün source atributu şəkil üçün istifadə olunur. Alt atributu yenidən şəkil üçün istifadə olunur. Sadəcə source-dan fərqli olaraq bir növ şəkil haqqında yazılı olaraq məlumat saxlanmaq üçün istifadə olunur. Bundan əlavə type atributu, ID atributu, class atributu və placeholder atributları var və bundan daha çox atribut var. Onlarla zamanla tanış olacaq. Burada yenidən HTML elementinin və ya HTML səhifəsinin nümunəsi verilib və sonda başqa qeydimiz də var. HTML elementləri sadəcə yuxarıda danışdıqlarımızdan ibarət deyil. Ümumilikdə 100-dən artıq HTML etiketi var və ya HTML elementi var. Lakin bunların hamısını bilmək, hələ ki əzbər bilmək vacib deyil. Ümumiyyətlə proqramlaşdırma sahəsində nə zamansa nəyisə əzbərlədiyinizi müşahidə etsəniz özünüz, misal üçün özünüzü bu halda tapdınız ki, oturmusunuz belə bir yazıya baxırsınız, deyirsiniz image şəkil üçün, BR falan məqsəd üçün və s. belə bir şey əzbərləyib yadda saxlamağa çalışırsınızsa, bilin ki, orada bir yanlışlığa yol verirsiniz. Çünki proqramlaşdırmada demək olar, əksər hallarda heç nəyi əzbərləmirik. Bəs soruşa bilərsiniz, əzbərləmədən bunları necə yadda saxlayacaq? Bunu zamanla özünüzdə görəcəksiniz. Praktika ilə yadda saxlayacaqsınız. Bu dərslik bu qədər. Növbəti dərsimizdə artıq HTML haqqında öyrəndiklərimizi təcrübə edəcəyik.